Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bundan da xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmət. Yəni şəhid əbədi qalır, əbədi. Və əməyi, qəhrəmanlığı əvəz olunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun.